Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı başladı. Soy Production'ın təqdimatında. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Eşkin məhəbbəti düşüb canıma, ana göz yaşını sil qanoyalım. Yaşımı 20'ni yadlayıb keçir, yaşımı 20'ni adlayıb keçir. Gözlüyə bilmirəm il qanoyalım, özün dərdlərini bil qanoyalım. Yüzeyleri toz basmış kız. Toz basmış? Evet. Söydə xanım, toz basmış nə demək? Qapı pəncərədir, açıq qalıb, tozlu da giribdir. Bir dənə burada belə toz var deyin, bu demək deyil ki, hər yanı toz basıb. Məhəbbət, sən hər danışdıqca məni qıcıq edirsən. Mən mi? Sən, Sizi mi? məni. Qıcıq oluram mən. Əgər yüzeylərdə toz varsa, mən səni neynirəm? Yox, yüzeylərdə toz yoxsa, onda mən niyə qıcıq oluram? Yox, bu demək deyil ki, toz varsa hər yan belə toz torpaqdır. Mən başa düşmürəm, mıs-mıs deyincə Mustafanızı deyin, mən də işimi bilim. Oy, elə bir dənə bilirləyən kimi mən bu boyda əməyim getdi heçəmi? Olan tozu göstərirəm qız. Sən saçmalıyorsun. Mən saçmalamıram. Siz saçmalaya təmiz saçmaladınız ha. Ay bacım, mənim işim gücüm bu evdə yeməkdir, içməkdir, Bəli. tozu silməkdir. Qonaqları qarşılamaqdır, Bəli. yola salmaqdır, evi təmiz saxlamaqdır, Bəli. suyu təmiz saxlamalıdır, hər şey gözəl olmalıdır. Bunlar hamısı sizin protokolda yazılıb məhəbbət. Protokola bax. Siz elə danışdınız ki, mən özümü lap vəzifədə hiss elədim. Mən bu evdə ay bacı çaparam. Vəssalam. Məhəbbət, cum, onu gətir. Məhəbbət, cum, bunu götür. Vəssalam. Məhəbbətin işi gücü budur. Çap çapayım. Müqəddəs Türk folkloru ilə danışmaq səninlə mümkün deyil. Çaparım nədir qız? Çaparma nədir? Nə saçmalıyorsun? Siz niyə minyon dəyişdinizə birdən-birə? Bilmirsən, Türk dili öyrənirəm neçə gündür. Hə, sağ olun işte də siz, Elədir yaxşı. minyonu dəyişmirsən. Sən gələ minyo olsun. Mən sizə bir söz deyim. Açıq nədir sözünüzü deyin. Bu bəhanədir. Buradan nəsə tozanaq iyi gəlir. Yox bir, bacanaq iyi gəlir. Yer üçlü görəz. Ay Sevda xanım, siz mənə nə veribsiniz ki, ala bilmirsiniz? Otduğum yerdə mənə gözüm çıxdıya salıbsınız. Bəlkə yerimə adam tapıbsınız. Ona görə tozmoz nəsə gəlir söhbətin içinə. Məni buradan elə belə ləlöyün döləmi çıxardıb atasınız. Məni buradan çıxartmaq üçün mən gərək özümə bir layıqlı iş tapım. Buna görə də mənə ən azı hesablı edirəm, amma müəyyən qədər mənə vaxt vermək lazımdır. Sən məni boğaza yığdın, mən bu dakika küfr edəcəyəm sənə. Aman günü də onu etməyin. Get otdan da, yer get də. Ne keçmirsən başıma? Çapayım. Bura nə ki başdan xərəbdir bu. Hamısı dəlidir, qırılmışdan hamısı dəlidir. Mama ne qəşəng bunlar əkibi. Ben çekiyorum. Paylaşım Instagram'da. Gel bura görüm. Bura gel de. Neye gelirsen? Nəsə sözlü adam oxşuyursan, ha, dinən görüm nə demək istəyirsən. Ya deyim deməyinə. Hə. Hulqumun da yoxdur ki, qınıyım səni. Mesela bir sözü bir həftə saxlaya bilmirsən sən. Mən? Hə, saxlaya bilmirsən. Peki, həkimə gedəsən sevgi.
Mənim həkimə də ehtiyacım yoxdur. Mən çox, Allah'a şükür, çox sağlam insanam. Özündən şeylər çıxartma yine. Səni ümumiyyətlə özünü saxlamaq qabiliyyətin yoxdur. Sən özünü saxlaya bilmirsən. Bakır, ola ki, mus deyənə qədər Mustafanı deyəsən biz dincələk ikimiz də. Yox, mən bilmirəm sənin hansı orqanındadır problem, amma onu bilirəm ki, sən özünü saxlaya bilmirsən. Nə doğru? Gedib bu saat məhəbbətə çatdırmırsan ki, Bakır telefonla danışada selektora qoymuşdu, hər şeyi eşitdim. Yox, niyə elədin, nə var? Sənin əlbəttə nə keçdi ki? Yox, sənə belə saxlamaq qabiliyyətin var, get onu kuryer işlədir. Çatdırmaq qabiliyyətin var, get kuryer işlə. Görsən sözün yoxdur, bağladım səni. Çünki pravam mən. Beşdür də. Daha keçmir, daha mən yemirəm bunları. Yəni günə qoyub özünü. Deyirəm. Mən qovmaq istəyirsinizsə. Ay Sevda xanım. Deyirəm əgər mən qovmaq Hə, sözünü deşidirəm. Deyirəm ki, bəlkə bir işsiz qohumumuz var. Gətirib ona burada çörək vermək istəyirsiniz. Bəlkə üstümə şər atıb nəsə eləmək istəyirsiniz ki, çıxam gedəm hər 2 aydan bir siz elə burada nəsə eləyirsiniz ha. Nağaymışam ki, mənim günahım nədir ki, elə birbaşa nədirsə üzümə deyim, mən də Yalansa sənin o dilin var ha, o sənin ağzında yansın. Ağız qüdrət, pəhləvan olub, bunu saxlayıb. Adı bunun özünə almağı bir müsibətdir, o ki olsun saxlamalı. Az mən sənə nə dedim? Nə dedim mən sənə? Aləmi toz basıb, deyirəm ki, ay məhəbbət, aləmi toz basıb, buna bir də əski çəkkinə, bir də təmizlə. İndi mən sənə sözümüyüm, sən bu evdə xəzəyəxəsən, ya mən bu evdə xəzəyəxəyəm, hə? Bir də toz. Niyə yoxşiri? Bir də ağlayanda habelit gündə qalır da, mən də... Ağlama, 2 dəqiqədə bir də niyabəti tökmə üstümə də. İşte ağlı var Allah. Mən gülməyimə səbəb verin, ağlamayım. Deyirəm ki, bax gör nə deyirəm. De məhəbbət. Dalımdan təpiyi vurdunuz, mən çıxdım, getdim, qaldım küçələrdə, yiyəsiz. Təzə gələn hardan biləcək ki, sizə həftədə bir dəfə xaş pişirmək lazımdır. Yəni ki, nervi çat oldunuz, sizin quluncunuzu tutub qırmaq lazımdır. Hardan biləcək o? Yazıq səni qarış eləyə bilmirəm, sənin dilin ağzında yansın. Haçan mənə xaş pişirdin? Haçan bir kasa xaşı gətirdin, qabağıma qoydun, dedin ki, gələ bunu yiyinən. Haçan mənim quluncumu tutdun? Haçan olub bunlar indi gətirib mənim başıma taqqadarak vurursan. Eləyəcəkdim də. Haçan eləyəcəkdin? Hamısını eləyəcəkdim. Hamısını bir əzaz oldu ki, mən bilirəm ki, bunların hamısını eləmək lazımdır. Ay məhəbbət. Get gör haralarda sərilib qalırsan. Kül başıma məhəbbət. Dəlidir, Quranın adından da olsun. Mən külbaşa ağıllı rast gəlmir. Nəsilləmə dəlidirlər. Qardaşı da özü də. Ay Allah, sənə qurban olum. Necə gəldilərsə başıma, elə də bunları açmaya başımdan. Ay Allah. Sevgi. Bir dənə elan vermişəm. Sən bənzəm, oxu gör necədir. Bir dənə baxlar, bir dənə oxu. Bir dənə qiymət ver də buna. Nə elanı, nə satırsan indi? Az satmaq nədir? Evlənmək üçün elandır. Bənzəm, bir dənə oxu. Evlənmək üçün, nə evlənmək üçün? Ver, sən ona ver bax. Hə. Fikri ciddi olanlar əlaqə saxlasın. Boyum 1.85. Karakterim ağır. Aylıq maaşım 10.000 manat. Villam. Həyətdə qulluqçularım. 2 dənə maşınım var hətta. Fikir ciddi olan xanımlar yazsın. Yaşı 18-25 olsun. Valideynlərindən ən az biri çox yaxşı yerdə işləməli. Qalan məsələləri görüşən danışarıq. Sən necə fırıldaq adamsan? Budur. Qızı cəmaatın hisslərini niyə oynayırsan? Başa düşürəm, sən də istəyərsən villan olsun, evin olsun, nə bilim 10.000'lik maaşın olsun. Amma ki, indi fakt bunlar yoxdur. Sən niyə cəmaatı belə kələk gəlirsən? Hə, qız var, nə hissə hissiz salmısan sən. Geyindi kim kimədir, hamı bir-birini anladır da. Mən də anladım, yazdım, verdim.
Qurtardı söhbət. Vsyo, his. Bacı sən başa düşmədiyin bir şey var. Bax, yaxşı, bax biri çıxdı. Bu elandan sonra biri çıxdı. Sənə vuruldu, sən də onu sevdin. Evləndiniz. Sonra məlum olur ki, sənin nə maşının var, nə evin var, nə aylıq qazancın bu qədədir. Görəcək ki, ləlöyünün, lüt ləlöyünün biri sən əynivə heç ala bilmirsən. Onda necə olacaq? Sən kömək eləyərsən, değil mi? Hala evlənənsənsə, mən sən niyə kömək eləməliyim evində? Gec-gec işlər görürsən, məni soxursan ora. Yerə ged işinlə məşğul ol. Kömək eləyərsən mənə. Yox, işim gücüm qurtarmışdı. Bu niyə belə aqressivdir? Bu söz sevmirəm mən bunu ya. Bir kəlmə söz dedim də sana, nə olur bu? Gül başı vay məhəbbət. Gör nə günə qalmışam. Bəyənmir bu da mənim. Bu da mənim. Uy 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 uy. Qapılarda qalan canım. Ay məhəbbət, ay məhəbbət. Uy 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 uy. Məhəbbət, nə olub? Nəsə fikirli adam oxşursan, nə belə ağlayırsan? Oy 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 ne Ay be günlere Hakkı. kaldım az. Gör ne günlere kaldım. Anam der ki Ha. konaklarım gelecek. Ha. Bir haftalık çıkın gidin buradan. Dedim azına gayrım sen konaklarına. Yer mi yoktu, yurt mu yoktu, yoktu da. Çölde yorgan döşeğimi atarım, yatarım. Gün kimi havada azına gayrışmaz ben sen konaklarına. Oy, Ay məhəbbət. Mama deyib sən eləməlisən də. Mən də özümə söz vermişəm, and içmişəm ki, heç bir bəndəyə mən kömək eləyən deyirəm. Nə kömək eləyirəm, həmçinin nəsə başıma bir şey gəlir. Uf. Lənət olsun içimdəki insan sevgisinə. İndi də kömək eləyərdim. Prosta anam yəqin ki, o qonaqlara layiq bilmirdi səni. oy, oy, fah! Fah! Layık bilmir deyəndə ki, sizin qohumlarınız kimdir ki? Görmüşəm də nə gündədirlər. Bizimkilərdən beş betərdirlər. Güya bunlar kimdilər, hansı dorjinasda oturublar. Ləlündülər də bizimkilər kimi. Nə haracaydım ha sizin qohumlara? Niyə? Nə? Mənim yiyəm mi yoxdur? Mənim bayrağım mı yoxdur? Niyaz mənim nəyim yoxdur? Az mən burada qalanmıram. Elə əsəbəşəm sizin əlinizdən. Mamaya çatanda kuzu balası olursunuz, mənə çatanda diliniz çıxır. Bəs sürün də. Nə sözün var ki, mamaya de, mənə niyə darırsın? Mənə günah məndən səni yaxınlaşır. Aa. Bəs sürün də dayda. Bacı qardaş elə bil ki, qəsdimə deyəm. Külli başıma ay qüdrət. Gedib oturub orada şenlənirsən. Kül elə mənim başıma. Ayağını naskıma yazdırmışam, yekə. Kül başıma məhəbbət. Yalandan məhəbbətin qüdrəti deməklə deyil. Qüdrətin başına, özə məhəbbətin qüdrətinin başına belə kül olur. Bax. Oy oy. Səhər açılmamış 5 dəqiqə hərəsindən vaxt ayırırsan, başlayırlar adamın baş beyninə aparmağa. İnsan nə qədər negativ olar, bacı deyinir, qardaş deyilir, bacı şikayət edir, qardaş şikayət edir, qardaş fırıldaqçı, bacı ondan da fırıldaqçı. Əsas odur ki, qriyyetimi yığdım, yığışdırdım. Üzvlərinə dedim ki, bir həftə yerin gedin, harada istəyirsiniz qalın, gedin Öyüzə rayona. Mənim işim var. Deyirəm, gedin bu bir həftəni də gedək İstanbulda görək nə inirik, nə qayırdıq da, bala da. Bu işləri düzəyə qoşaq da. Nə bilim, vallah, Allah kərimdir. Mənə bax, sən dedin ki, gəlsin. Doğrudan zəng eləmişdi, sən demsən? Hə də mən dedim ki, gəlsin, gəlir. Zəng eləyim mən ona. Sən geriyeydin də bir dənə də, nə olacaq? Bax, görkənə, bizə yaxşıdır da. Ana, bizə yaxşıdır, biz işlərimizi düzəldirik də. Onun neyinə lazımdır? Qədən mənə sifətdən çox şirin gəlir. Çox şirin gəlir, valla. Sevgi cana, amma məndə ki o bəxt var ha. Bu da fırıldaqçı çıxmasa, maşenlik çıxmasa yaxşıdır. Amma biz niyə uzağa gedirik? Biz elə götürük özümüzdə, bizdən yaxşı bir maşenik var. Maşenlik elib kimə nə eləmişik?
Yaxşılıq elədim, çox elə medal astılar elə döşümdən elə. Əcəb eləyirəm. Kim mənə necə, mən də onu elə. Bəs salam şit tamam. Əhsən salam. Sən gələ dayı. Bakir. Ne oldu? Ne oldu? Biz plan qurmalıyıq, plan. Otur fikirləşək. Nədir? Yola salırlar bizi. Ayda. Mən. Bak görsən məhəbbət. Mən ölən günümü bilmirəm. Mən vaxtında sevgini alıb özümə arvad eləsəm. Yeni günün bu vaxtda arvad sözünü demə. Tutup basacaqlar türməyə. Arvad sözünü demək olmaz, başımıza problem açma. Həyat yoldaşı eləsəydim, bizi kim qova bilərdi buradan? Heç kim. Nə vaxt istədim ki, mən sevgi ilə danışım, dedin ki, vurdun ağzımın üstündən. Yox, Bakir, otur yerində, sənin tayın deyil o. Nə vaxt istədim ki, mən onu qaçırdım, dedin ki, əlcək bu sevdada. Bu da axırı. Nə qədər başı boş adam sanmış. У тебя совсем голова не работает, hə? Ay, elə gic-gic səy-səy danışırsan ki. Ay, o sevgi sevda üçün bir obyektdir. Sevda sevgiyə obyekt kimi baxır. Yedirdi, içirdi, borduyub, gör nə boytana eləyib. Yeməyi, içməyi, gəzməyi, oxumaq, hamısı puldur. O ona qoyduğu 5 dəfə artığını çıxartmasa heç kimə verməz, heç verməz. Nə obyekt, nə pul. Ay, Məhəmməd, nə danışırsan sən? Mən sehirli sözlərimlə onların o obyektini, o obyektə qoyulan pulları göyə sovrarım, məhəbbət. Pul nə də, nə pul? Məndə olan o bacarığına mən özümə elə sevdirərəm ki, məhəbbət, bütün maya batar. Qoydun ki. Gördüm elə o sehirli sözləri. Cibində bir dənə spişka da yoxdur. Bir dənədir, o da sənin ağzında bombalan boş. Niyə cibində olmur? Niyə qarnın doymur elə sehirli sözlərlə nəsə bir yan özünü çıxarda bilirsənsə? Eşidirsənmi? Bunlar toşnu. Gör nə deyirəm sənə. Bunlar gəlməmişdim o başım çıxmadı. Türkdümü, türkləşmişdimi, Azərbaycanlıdım, tam tutanmadım. O gedə yox idi mu? Türk. Gəldi, Sədrəddin. Bunlar nəsə beyninə batıb. Bunlar istəyirlər ki, getsinlər Türkiyəyə də, görsünlər məsələ orada necədir, elə yemək qarnına gedəcək. Bizə də evi etibar eləmirlər. Yanlarından deyirlər ki, 10-15 nəfər adam gələcək, evdə yer olmayacaq. Ona görə evdən bizi çıxarmaq istəyirlər. Hara gedək? Yerimiz var getməyə, məhəbbət. Elə də rahat deyirlər ki, gedin. Çox rahatdılar bunlar. Biz də lap yetim ya. Yetim dedin, qoydum. Ya. Bir də gözləyim. Gözləyim gəlirəm, soruşum. Mama! Ay mama, sən pizza sipariş eləmişdin? Allah, harada deyə var bu? Alo. Mama, səhərdən səni çağıram. Pizza gətiriblər, qapıda gözləyirlər. Sən sipariş eləmişsən? Yox. Bəs bu ünvana veriblər axı. Yaxşı. Ola bilər, nə səhv olur, yaxşı. Uşaq zat deyilik ki, bu qız nəsə türk tapıb ərə gedir. Yalandan da bura o türkü gətiriblər ki, güya ki gedir bu evlənmə proqramına zada. Bəziyirlər də, mının ərə getməyin bəziyirlər, yalandan düzgoş eləyirlər. Nə bilim, ay məhəbbət. Mən hərdən sənə qulaq asıram ki, sənin başın çox işləyir, məhəbbət, çox ağıllısan. Amma sən bu boyda başla, bu cür başla, biz niyə də hələ fakir kimi yaşayırıq, mən onu başa düşmürəm. Ay, sən bilmirsən,
ağıllı adamlar həmişə ona məsləhət verirlər. Özlərinə bir şey eləyənmirlər. Elə bil ki, remontçik olmur. Evləri bəzəyən, qəşəng remont eləyən. Onun evinə gedirsən, baxırsan ki, bütün remontsuzdur. Hə, görmüşəm elələr. Oy da, necə dəqiq bilirsən? Sevgicim, nasılsın kız? İyiyim. Yüzünü gördüm, hoş oldu benim için. Sen nasılsın? İyiyim, sağ ol. Sen yaman şeysin ha Sedrettinciğim. Ne şeyim? Sen son zamanlar annemle çok çaşkaloşkadasan ha. Çok söhbət edin. Məndən çox danışırsan vallahi. Mən indi bilmirəm ki, Türkiye'ye sen mənə görə gəlmisən, yoksa mamaya görə gəlmisən. Oyunun olsun sevgicim. Çaşkaloşka ne ya? Ben annenin neyini yerim? Annem benim neyime lazım? Annen bu yaşta kocamı arayacak. Ayıp. Burada seninle hiç razı değilim. Koca bulmanın yaşı mı var? Sen annem sadece ümitleniyor. Onu ümitlendirme. Sen benim için geldin, benimle meşgul ol. Zaten ben seninle meşgul olacağım. Seni götürüp apıracağız. Şovu da patlatacağız. Annenin neyini yiyorum ben? Uf, ben bilmem. Annemle konuşmalısın çünkü anam bu dəqiqə darağını takmış. Aha. Türk dilini de öğrenmiş ve bekliyor gitmeyi. Ben pizza sipariş verdim. Benim pizzam nerede? Gelmedi mi pizza? Pizza? Aha. Sen sipariş eləmişsin. Evet. Geldi mi? Ben yolda olarken aradım. Pizza söyledim. Geldi de ben gönderdim, geri gönderdim çünkü ben bilmedim sen ister. Nereye gönderdin kız? Sen hasta mısın, giç misin, deli misin kız? Ne yapıyorsun? Anlamadım. Ben gittiğim evde çöreğimi özümle aparıyorum. Çünkü ben gittiğim evde çörek yesem onların söylediklerini yapmalıyım. O yüzden öz çöreğimi özümle getiriyorum. Sen əsəbəşəndə bizim dildə danışdığına pişirməmisən. Anlamadım. Heç pizza güzel değildi zaten. Sen bizde olarken bir defasında göbelekli sevmiştin değil mi? Evet. Bu göbelekli değil, domuz etliydi. Domuz eti sever misin? Yok. O yüzden iyi yapmışım. Yok. Yeniden arayacağım bu pizzanı. Nerede kaldı? Evet, ben iyi yaptım. Bay Sevda anne hoş geldin. Oy Sedrettinciğim, otur da böyle konuş da şöyle. Oldu be. Hoş geldin be yüreğine. Bu ben diyendi. Nasılsın Sevdacığım? Nasılım diyendeki iyiyim. Çok- Sen nasılsın? Çok şükür ben de iyiyim. Kolay gelsin. Teşekkür ederim. Türkçem nasıl? İyi çok güzel. Allah ölenlerden rahmet eylesin. Anlamadım. Ha? Ölenlerime rahmet. Kimse öldü mü kaldı mı ben anlamadım. Duymadım. Yok. Ölen mi var? Yok Sedrettinciğim. İstedim diyeyim ki kaynanan seni çok seviyor. Laf ağzımdan düz çıkmadı. Kaynanan beni çok istiyor. Kusura bakma. Güzel, Kaynanan güzel, seni olur, çok istiyor. Olur. Sevdacığım bak bizim vakitimiz kalmadı. Vakitimiz az. Sevgiyle biz beraber yol çıkacağız. İstanbul'a gideceğiz. Şov'a katılacağız. Orada patlatacağız. Ama orada 15 gün, 15-20 bak böyle kalmalıyız orada. Sonra gelip sizi aparacağız. Olur mu anneciğim? Canım annem. Sedrettinciğim. Aycancığım. Ömrüm. Can. Bu laflar senden mi çıkıyor ya sevgi mi diyor? Ama ben tutmayacağım. Ben ne dedim ki be ya? Anneciğim. Ana tut pričom. Düz söyledi. Nasıl? Acun söyledi ki İstanbul'da kalacaksınız. Annelere zahmet vermek olmaz. Annelere değmeyin. Anneler candır. O yüzden anne sana zahmet. Acun söyledi. Evet Acun söyledi. Sana söyledi. Bana söyledi. Sen dinle lan. Sedrettinciğim. Ben kuşu göyde gözünden vuruyorum. Yazık. Sen bana açık söyle. Açık söyle. Mesele ne? Ben kızımı sana veremem. Tamam mı? Oldu mu? Tamam anne oldu. Oldu tamam ama... Ve salam şüt tamam. Bak ki. Haraya getsin.
Görüşə gedirəm məhəbbət. Nə görüşə? Kimdən görüşə? Əgər işə gedirsənsə, xahiş edirəm, qalx, gəl otur yerində. İş adı ilə gedib başın hansı qamışlığa soxursan bilmirəm, məni zibilə salırsan. Məhəbbət, ağzım bütördüsə deyim. Aha. Deməli, elan vermişəm ki, Aha. evlənmək istəyirəm. Səhər biri ilə görüşdüm, indi başqası ilə görüşə gedirəm. Dəqiqə, mən də səninlə gəlirəm. Şuşmadım, sən mən də. Gəlirəm. Sən gedib elə birini tapıb gətirəsən ki, mən əvvəl oturub yemək yeyirdim. Sonra indi ayaq üstə oturub yeyəcəm. Bilirəm də gedib kimə ilişəsən. Səni tanımıram mı? Gedək. Yox, sən məndən niyə gedirsən? Uşaq zadım mı? Yox, böyüksən. Bir dəqiqə. Nasıl tanımırsan değil mi? Elə yazmışam ki özüm haqqında. Evet, mən ancaq varlı ailənin qızı yazır. Sivini deyirsən, yaxşı yazırsan. Əri. Sən canım. Bax, sağ qurban ol. Qavağım belə. Elə demə. Varlı kişinin qızına get. Az bilirəm də. Mədə bir günah. Yox, varlı kişinin qızına yox. Getmirəm, varlı kişinin qızı mənə gələcək. Mən getmirəm. Nə olar, yaxşı. Yaxşı da. Nə edirsən elə? Məni də özünlə baravar bu quyudan çıxar. Yazığam. Məni də ana doğub da. Bildim də. Mən də bir belə ayağımı uzadım. Rahat belə genələ oturum da. Qırıl. Mən getdim, narahat ol. Mən getdim, qırıl. Sağ qurban. Ay diyanım, dalınca su atın. Sevda hala, bak senin kızın çok güzel kız. Şovda biz partlatacağız. Bak sana söylüyorum. O senin kızın, benim de kız kardeşim. Onun kafasından bir tük eksik olsa benim kanım seni helal olsun. Yox, lazım deyil. Qansat dökmə yenə, yox. Mən mütləqa ora getməliyəm. Mən orada oturmalıyam. Qızıma talib çıxanlara bir baxmalıyam. Görüm kimdilər, neçidirlər, neyinirlər, nə qayrırlar. Bəlkə elə sokak çocağıdırlar. Sokak çocuğu ne ya? Orada sokak çocuğu olamaz. Orada sokak çocuğu görsek hep beraber onun boyunu biz yere sokak. Ay mama. Bu show program değil, show programının öz qayda qanunları var, evren programıdır. Evet. Sen niye, hamının anası vardı, hamı anası giderdi. Sen niye göre gelirsen, hemen biabır edirsən orada? Evet. Mən gedəcəyəm, nə olursa olsun, mən getməliyəm. Mütləq getməliyəm. Bak Sevda hala, Sevda anneciğim. Bak gör ne söylüyorum. Ay kız, ben seni şova yaparmak istiyorum. Annen evde şov çıkarmış. Sevdacığım, bak İstanbul'da otel tuttuk. Otel full otel. 5 yıldız yalan, 6 yıldız. 28. katta. Asansörde çalışmıyor. Sen oraya nasıl kalkacaksın? Sən 28-ci kat mərtəbədə. Sən 28-ci mərtəbənin uçsumsa otağı, aşağı mərtəbədə girəndə. Heç dəxli var. Özü şey asansör nedir? Ay mama, lift. Lift işləmir. 28 mərtəbənin... Biabırçılıq. Ne oldu? Bizim mikrorayonda lift işləyir. Nə oldu sizdə İstanbulda lift işləmədi? Elə şey olar. Mənə bax. Bana müsaade. Vurursunuz məni, hə? Qulaq asın, vurursan məni. Vurursunuz məni. Vurmak ne? Anneciğim, sevgicim bana müsaade. Ben gitmeliyim. Saat 23.00 benim uçağım kalkıyor. Acun bana 1-2 aynı oyun tapşırıp onları almalıyorum. Görüşürüz. Sən deyən armuddur. Yox, yox. Mənim bizdə bu gecədən gözüm su içmədi. Nəsə belə, mənə belə bir təhər gəldi. Aynı oyun nədir? Türk dilində aynı oyun var. Qara zəhirmar. Get qoysun səni orada İstanbulun düzlərində. Gic oğlunun qızı, gic. Məhəbbət, Sədəddini görmədin. Türk mü? Hə də. Hə, incə Bakirlə çıxdılar, getdilər. Nə oldu ki? Sədəddin Bakir ilə çıxdı. Başa düşmədim, mən qala Bakir ilə niyə çıxır? Ay da, Sədəddin tez tələsi çıxmağından mən bildim onun nəsə belə işdən net oldu. Az.
Bakir Sədrəddinlə getmədi. Yəni çıxdı getdi də o da getdi, o da getdi. Sən tecə beynində ssenarini qurdun ha. Bu ne kadar bu suyu biraz o yana atardı da sen. Ay mən nə bilim, su aydınlıqdır da, nitivo. Ben görüşte el eləmişim axı. Xalqın qızı məni gözləyir orada. Mən nə qayırım indi? Ay, oldu da ana, oldu da, olsun da. Getmədin. Demək qismət döyülmüş. Ay məhəbbət, bir dəfə görmədim də, bir dəfə görmədim deyəsən ki, ay Bakir, bağışla, bir səhv də eləmişəm. Günah səndədir, günah məndədir. Gəl. Günah məndədir. Suyun içində kişilənmə, sudur da, olub da. Ay mən heç Sədrəddin yetimib bütün su eləmişsən sən. Mənmi? Sədrəddinmi? Baba kimə? Su mu oldu? Boy, Sevda məni öldürəcək. Gəl. Məhəbbətə, mən baxdım gedirəm. Soyuq olacaq Bu sənə. nə gündür bu? Bu nə gündür? Vay, kül başına nədir? Adını nə suyu atırsan? Yes! Bu. Ay məhəbbət, sən burada nə telefondan qurdalanırsan? Bu sən Sevda xanım gəlib görəcək, evdə bir iş görmürsən, aləmi qatacaq bir-birinə. İş gör da. Nə lazımdır? Sən Sevda xanımsan. Bu sənə görə deyirəm, değil mi? Nə lazım? Oba Plus mobil tətbiqində sürət yaddaşı oyunu var. Elə bir gün ərzində 2-3 dəfə girirsən, oynayırsan, kimin xalı çoxdursa, günün sonunda ona qəşəngcənə pul yükləyirlər. Gedirsən, həmin pulla girirsən, sevimli qonşum obuya, QR kodu oxudursan. Ondan sonra həmin pulla qəşəng alış-veriş, oyun alırsan, gəlirsən. Özün də bilirsən də, sevimli qonşum obada qənaətli məhsullar, keyfiyyət öz yerində, ləzzətli. Gətir sənə də yüklüyüm, sən də oyna. Fikirə görüm, hardan yükləyirsən bunu tez elə, hardan yükləyirsən? Oba Plus mobil tətbiqi, sürət yaddaşı oyunu. Get oyna. Aha. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı reklamlardan sonra davam edir. Alo. Efendim. Ne? Ciddi misin? Nasıl, şimdi kurutabildin mi kendini? Fenleyebildin mi? Evet duyuyorum. Tamam, sen merak etme, ben halledeceğim. Tamam. Bittin sen. İndi səni gör başıma necə oynatıram. Gör mən səni qovdurduram yoxsa yox. Xəbərin var, nə olub? Lo xəbər gəldi. Deyərsən bilərəm də, nə olub? Bu Sədrəddin yoxdur Türkiyədən gələn. Nə olub? Yazıq darvazadan çıxır elə çıxa-çıxda bu məhəbbət ağıllı. Götür, elbiki cilinə tapşırıb buna. Götür vedri ilə suyu, tök bunun başından yuxarı, aşağı. Kimin ağa? Sədrəddinin. Məhəbbət. Hə. Külbaş, şuva və Ay məhəbbət. yazıq, suyun içində qalıb bütün texa sudur, yazıq. Elə ürəyim ağrıdı. Məhəbbət, sənin başına bir oyun açacağım. Ağa, o Sədrəddin necə getdi? Küstü getdi, ya güldü getdi, necə getdi? Elə də deyirsən ki, elə bir tanımasam səni şey eləyərəm. Ne deyirəm? Elə də deyirsən ki, məhəbbətin başını oynatacağam. Elə Bir sən baxacaqsan mən onun başını oynatacağım ha. Çox qudurub o. Sonradan çaşqa-loşqa olmursunuz da. Elə bir ki, sonradan çaşqa-loşqa olmursunuz. Sən qələtvi elə, mənə ağıl öyrətməklə. Sən qələtvi elə ginən. Sədrəddin də bilmirəm necə getdi. Nə bilim necə getdi. İndi əsəbəşdə deyirəm Cəhənnəmə necə getdi. bilginən. Zəng Elə o xəbər bilmirdi. Zəng eləyəndə danışdım. Mən belə görməmişəm. Görmədin onun başına suyu tökəndə? Yox da, telefonla danışanda eşitdim. Ay Allah, ay Allah. Nəysə, gəldim ki, bu xəbəri verim sənə. Hə, yap yaxşı, yeri day. O xəbər köpək qızı. Oxşadı atasının nəslinə. Birinin ağzından bir dənə təmiz söz çıxmaz. Hamısı o xəbərdir. Dəhşət. Bu da tipoydu. Görürsən, su atıram, çəkil o tərəfə də. Martiv üzümə baxır. Nə var yöntəmsizdir, yöntəmsiz tipoy. 2 dəqiqə quruyacaq, yayın günüdür, nədir ki? Gəl başına dönüm. Geyindin mi? Ha, geyindim ha. Qəşəngdir. Nədə bildim geyindim. Gedirsən, saxsam, eşidirsən, qoy dalınca su at. Lazım deyil məhəbbət, su atıb eləmə. Su. Ağırlanma deyə bu.
Nə ola? Əsilli yerdən ola. Altlarında maşını ola. Üstlərində evləri ola. Pullu, mallı dövlətli ola. Bizə də bir dənə villa alıb verələr. Oy, nə ola. Ay Allah, nə yeyərsən məhəbbət? Bir dənə Instagramda nədir, ondan açaram. Bütün günü belə şəkillərdən çəkib qoyaram, kofi içən yerdə, nağayla yerdə. Taparam da bir şey, partladaram hamını. Əsasən də bax bu Sevda ilə sevgini yanıb tüydürərəm. Bir də partlayın. Məhəbbət o məhəbbət deyil. Ay Allah, bunu mənə yaşat. Ölmədən yaşat. Oş. Hər vaxtınız xeyir olsun, xəbərlər yeni efirdədir. Sadiq tamaşaçılarımıza, xüsusən də Sevda xanıma buradan aqromlu salamlar. Xəbərlərimizə davam edirik. Ben Affleck'dən boşanan Jennifer Lopez'dən şok etiraf. Kaş ki daha tez subay qalsaydım. Dünyaca məşhur müğənni və aktrisa Jennifer Lopez, aktyor Ben Affleck'lə 2 illik evliliyinin bitməsindən sonra şəxsi həyatı ilə bağlı təcrübəli açıqlamalar verib. Televiziya verilişində səmimi etiraf edən 56 yaşlı ulduz keçmiş münasibət seçimlərinə görə peşman olduğunu bildirib. Və kaş ki daha tez subay qalsaydım deyib. Əyləncə dünyasında Bennifer kimi tanınan və 17 ildən sonra böyük bir görüşləri ilə dünya miqyasında xəbərlərə səbəb olan Jennifer Lopez və Ben Affleck ötən ilin fevral ayında evliliklərini rəsmi olaraq boşanma ilə başa çatdırıblar. 2022-ci ildə dəbdəbəli bir mərasimlə evlənən, lakin ikinci evlilik il dönümlərində ayrılmaq qərarına gələn cütlüyün sükutunu Jennifer Lopez pozub. Bunu daha əvvəl etməliydim. Subay qalmalıydım. Geri baxanda hər şeyi səhv edirdim. Hazırki dinzliyimi və hisslərimi pozacaq, heç nə etməyəcəm. Subay olmaq həqiqətən də gözəl bir histir. Bu Jennifer'də heç dic dayanmır da. Evlənmişsən, lap yaxşı. Bu dünyada birinci adam deyirsən ki, evlənən. Boşanmışsan, o da lap yaxşı. Birinci adamsan, sən boşanırsan. Və bu nə hayküydür, başlamısan ki, belə subay. Adam bir fikirdə, bir cümlənin içində neçə dəfə subay sözü istifadə edir? Neçə dəfə də? Yəni bir dəfə olar, 2 dəfə olar. 6 dəfə subay demisən. Biz uşağıq, çörək qulağımıza yiyirik, biz bunu yazan adam. O sən nə demək? Biz bilmirik sən nə demək. Yəni demək istəyirsən ki, birdən dünyaca ənkələrdən kimsə, qalın ənkələrdən kimsə fikri ciddi olar, yaxınlaşmaq istəyər, yəni bildirmək istəyirsən ki, əli boşsan, həyatında heç kim yoxdur. Uşağıq biz bilmirik nə deyirik. Biz bilmirik, sən bu nə göndərmə, sən kimə nə göndərmə edirsən ki? Götür elə bir kiməsə SMS mesaj yazmadı, onu belə müsahibədə deyirik. Sən subaylıq üçün belə ürəyin gedirdisə, az qala Ginnesin rekordlar kitabına düşəcək qədər sən ərə getmirsən. Hələ bu sənədi sünnətlidir ha, yəni belə asan xidmətdə gedib əməli başda qol çəkməklə. Mən bunun hələ qeyri-rəsmilərini danışıram. Qeyri-rəsmi hələ o da biraz da rəsmi oxşuyur. Arada bir gedib gəlmələri bilmirəm. Və sən gördün, sən müsahibə vermişdin ki, bu Anaconda filmin çəkilişlərində neçə aylıq ağır rejimdə çəkilişlərdə stres keçirirdim, mən eşq yaşamalıydım. Bu eşq ötəri eşq idi. Sən cəmatı dolamısan. Və sən nə bilirsən subaylıq sultanlıq nədir? Sən üst-üstə həyatın boyu, sən bir il heç üst-üstə sən elə yıxsan, sən subay qalmamısan. Deyirəm, nə yaxşı ki, bu Amerikada yaşayır. Bu Azərbaycanda yaşasaydı, bir 10 dəfə rəsmi, 20 dəfə qeyri-rəsmi. Belə xəbərlərdə, kommentlərdə bir dənə hoydu-hoyduya tutardılar onu. Yəni, bizdə ancaq özümüzkilərə, bizdə kimsə 1-2 dəfə boşanıb ərə, 3-cü dəfə gedəndə deyirlər, bu jivsiyo, bu. Ondan danış, 15-dən danış. O adam, o deyir, belədir, ay nə bilim, belədir, o belə geyinir, 10 dənə əri var, 15 dənə sevgilisi var, aşnası var. Bizdə onun sözün sinonimləri çoxdur axı. O adam, hansı ki o məclislərdə qavstuğun axırına kimi dartıb danışır onun haqqında. O adam bura konsertə gəlsə Jennifer Lopez, anonslar IT-cətdə efirə çıxan kimi birinci ən qabaqdan bilet almasa mənə nəticəmdirəm. Elə biri mən. Niyə almayayım ki? Yox, niyə almayayım? Niyə almayayım? O Türk reper gəldi, Türkiyədə rekord vurdu. Özümüzkünə gedə bilmirik. Ay Jennifer. Nələr çəkmiş başın sən? Deyirəm, Jennifer oturub bilsək ki, Azərbaycanda, Bakı şəhərində bir dənə xəbərləri oxuyan, maaşı vaxtında verilməyən bir dənə əsəbi bir dənə aparıcı var. O eynəyini də çıxardı batırı. Bəlkə də o məni nəzər alar,
Nə bilim, nə eləyər ucu da bilmirəm nə eləyər, amma hər halda nəzərə alar. Məhəbbət. Aha. Yenə Bakiri xotlatdın, göndərdin hə? Başa düşmədim. Xodladın, göndərdin deyəndə ki, bədbaxt Bakir nə qarmalıdır? Heç nə. Nəsə eləməlidir də. Bakir gözəl olacaq, həyat quracaq, ailəsi olacaq, başından pul tökəcəklər. Elə qulluğumda duracaqlar ki, Bakirlə qarışıq mən də xoşbəxt olacağam, əyni paltarlı olacağam, ayaqsı tuflulu olacağam, qolumda belə redikülüm olacaq. Bu ajaqlardan bilirsən nə qədər olacaq, hamısı olacaq, xoşbəxt olacaq. Ondan baravar mən məhəbbət də bu olacaq, özə elə indilərdə olacaq, görəsən. Nə bilim. Yəni deyirsən ki, o ayrı xoşbəxt olsun, mən ayrı, hə? Yaxşı, eybi yox. Nə deyirəm, qismət. Nə sən ərdən yarıdın, nə mamam. Heç olmasa mən xoşbəxt olum, mən yarıyım. Eybi nə var burada? Gedərəm İstanbula, düz deyirsən. Hə, yaşayaram orada özüm üçün. Arada bir İradə İbrahimova da zəng eləyərəm, görüşərik oyna. Köhnə günləri yada salarıq. İradə orada deyir ki, İradə nə vaxt buradadır? Elə də qalanda elə danışırsan ki, elə bir ki, padruqan zadındır. Bu Bakir nə qalmalıdır? Həyatın qurmalıdır ya yox? Özü quracaq. Yuxuda görmüşəm ki, Bakir oturub, başından belə pul səpirlər. Hə, bu dəqiqə. Oynayırlar, pulla oynayırlar. Elə bir uşaq kimi qoyublar, bunu verirlər, Bakir deyir, biraz çox istəyirəm. O da deyir ki, yox, budur, deyir, yox, budur. Pulla oynayır da, əli pulla oynayır. Görürsən, mütləq olacaq. Bakir bir dənə xoşbəxtdir, bir dənə şellənir, yanında mən. Nəysə də, nəysə, xəyal eyləmişəm. İnşallah Bakir, Bakir. Sözün üstünə gəldi, yaxşı. Bakir zəng eləyir. Hə, Bakir. Nə? Yerimdə möhkəm durun. Nə qayrım? Eşkin məhəbbəti düşüb canıma, qana göz yaşını sil qanoyalım. Alo. Mənə su, Bakir. su gətir. Ay məhəbbət. 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 Ay Allah, Bakir nə dedi buna? Məhəbbət. Yaşımı 20'ni anlayıp geçir, gözlüye bilmine bil qanoyalım, özün dərdlərini bil qanoyalım. Baş sponsor Oba Marketlər şəbəkəsinin təqdimatı ilə İşdə Məhəbbət Macerası serialı bitdi.